Esselamu aleykum uşaqlar. Bugün mən sizə Qurban Bayramı haqqında danışacağam. Qurban Bayramı İslamda çox gözəl bir bayramdır. İnsanlar Qurban Bayramı səhəri erkən oyanırlar. Evlərdə xüsusi bir hazırlıq və həyəcan olur. Sonra hamı məscidlərə üz tutur. Orada hamı birlikdə bayram namazı qılır. Bu namaz həm Allahın verdiyi nemətlərə şükürdür, həm də bu bayramın başlanğıcı sayılan çox gözəl bir ibadətdir. Uca Allah Quran-ı Kərimdə buyurur: Rəbbin üçün namaz qıl və qurban kəs. Kəvsər surəsi 2-ci ayə. Bu bizə göstərir ki, qurban Allah üçün edilən bir ibadətdir. Namazdan sonra insanlar qurban kəsirlər. Bu, Allahın əmrinə itaət və şükür əlamətidir. Kəsilən qurbanın əti 3 yerə bölünür. Bir hissəsi ailə üçün saxlanılır. Bir hissəsi qohumlara və qonşulara verilir. Bir hissəsi isə ehtiyacı olan insanlara paylanır. Beləliklə, hamı bu nemətdən faydalanır. İnsanlar bir-birinə yaxınlaşır, sevgi və mərhəmət artır. Bəziləri elə düşünə bilər ki, qurbanlıq heyvanlar üçün pis bir şeydir. Amma İslamda qurban əzab yox, ibadətdir. Heyvanlara da dinimizdə mərhəmətlə davranmaq buyurulub və qurban da Allahın icazə verdiyi bir ibadət formasıdır. Qurban bayramı bizə öyrədir ki, Allah üçün itaət, şükür və paylaşmaq bir yerdə olur və beləliklə qurban təkcə bir ibadət deyil, insanın qəlbində itaəti, şükrü və mərhəməti oyadan bir mənadır.